أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ونحن أقرب إليه من حبل الوريد صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları Rəbbimizə üz tutaraq, əl açıb, qəlbimizin dərinliyindən gələn bütün hacət və mətləblərimizi qəbul eləsin inşallah. Və Allahdan diləyək, Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar eləsin. Daima qəlbimizi iman nuru ilə, dilimizi Allah zikri ilə həmişə nurani eləsin inşallah. Möhtərəm cəmaatımız, əziz məscidimizin möminləri, möminələri, bugün sizinlə hər birimizə başlıca ilə özümə ehtiyac duyduğum bir mövzu ətrafında danışacağım. Öncə mövzumuzu qeyd edeyim, sonra ayə, hədis, hekayə mövzu ətrafında bölüşərik. Mövzumuz qısa olaraq belədir. Qəlbin oyanışı və insanın özünü tapması. Əgər insanın qəlbi oyanarsa, özünü tapar. Özünü tapansa, Rəbbinə qovuşar. Bu mövzu ətrafında sözümə Quran-ı Kərimin Qaf surəsinin 16-cı ayəsi ilə başladım. Uca Rəbbimiz buyurur, وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ. Ya Peyğəmbər, insanlara söylə ki, biz insana şah damarından da yaxınıq. Əslində, bu ayə insanın unudulmuş bir həqiqətini xatırladır. Bizim hər birimizin içində bir səs var. Biz nə böyüyəndə susar, nə qocalanda, yəni bir sözlə, hansı yaş dövrümüzdə olsaq belə, içimizdə olan o səs əslində insanı özünə çağıran ilahi bir xatırlatmadır, ilahi bir xəbərdarlıqdır. Əslində qulağımızda hər zaman belə bir bizi uşaqlıq illərinə, uşaqlıq xatirələrinə aparan bir səs var. Əgər baxmış olsaq, həyat bizi bu yaşımıza qədər, aramızda yaşlı insanlar da var, bəlkə də ən yaşlı ilə Hacı Oruc əmi də aramızda, fərq eləməz. Mən 40 yaşında, sən cavan qardaşım 25 yaşında, bizi dinləyən analarım, bacılarım da hərə elə öz yaşında. Əslində həyat bizi çox yerlərə apardı. Bəzən qayğı içində biz itdik. Bəzən görürsən, atanın, ananın o qədər qayğısı olur, amma o qayğı içində yenə insan başqa yola gedir. Bəzən qayğısızlıqda insan başqa istiqamətə gedir. Bir sözlə, bəzən insan görürsən ki, insanlar içərisində tək qalır. Hamı varkən heç kim yox kimi özü hiss eləyirsən. Bir sözlə, bəzən güldük, bəzən ağladıq, bəzən sevindik, bəzən kədərləndik. Bir sözlə, müxtəlif hallara düşməyimizə rəğmən, amma içimizdə o saf uşaq ki var, uşaqlıq duyğusu. Hər zaman o bizi gözlədi. Biz böyüsək də, yaşlansaq da, onu tərk etsək də, onu unutsaq da, amma hər zaman bizi gözlədi. Biz dünyaya qarışdıq, amma o saf halımız bizi bir küncdə bizim o halımıza qayıdışımızı səbirlə və sədaqətlə gözlədi.
Nəticədə bu danışdığım his bizim uşaqlıqdan yadımızda qalan hissləri demək istəyirəm. Bu bir müqəddimədir, girişdir ki, mövzumuz qəlbin oyanışı və insanın özünü tapması. İnsan özünü o zaman tapar ki, onun qəlbi oyansın. Amma qəlb necə bir əşya qalar, toz, torpaq, onu üstələyər, onu təmizləmədikdə çirkli qalar. Bəzən bu dünyaya bağlılığımız, bu günahlar və s. bizim o qəlbimizin atışını, oyanışının üstünə elə maneələr, sədlər çəkib. Uşaqlıqdan yadımızda kiçik, belə deyək də, hamının gözəl xatirələri var. İndi burada əksəriyyəti içi özüm qarışıq, hərəmiz bir dilbər güşələrdən gəlmişik də. İndi burada baxsaq, yüzlər insanın içərisində hərə müxtəlif, düzdür. Əksəriyyət cənubu təşkil eləsə də, amma şimaldan da var, Arandan da var, digər yerlərdən də var. Hamının yaddaşında, məsələn, baxsaq, bir kiçik xatırlatma eləyim. Bəzən görürsən, uşaq vaxtı anamızın bizi necə nəvaziş etməsi. İnsan 80-90 yaşda da olsa, ana anadır, ana nəvazişin unutmur. Ananın o diqqətini, duasını unutmur. Ata-ana doğrudan böyük bir nimətdir. Burada elm əhli olan qardaşlarım, ustadlar var, bilirlər. Mərhum Şeyx Səduq əleyhir-rəhmənin 86 yaşı olanda anası dünyasını dəyişir. Uzun ömürlü olub, uzun yaşlı. Deyir, bu 86 yaşında olanda uşaq təki anası dünyasını dəyişəndə ağlayırmış. Tələbələri gəlir ki, özü böyük bizim məzhəbimizdə parlaq simalardandır, söz sahiblərindəndir. Zamanə imamımıza əsrcə ən yaxın olan onun əsərləri bugün elmi hövzələrdə tədris olunur. Uşaq tək ağlayanda şagirdlər, tələbələri gəlir, deyir, ustad, axı bizim atamız, anamız dünyasını dəyişəndə deyirdiniz, səbirli olun və sözünüz niyə ağlayırsınız indi? Deyir, axı siz bilmirsiniz mən necə neymət əlimdən vermişəm. Deyir, mənim bir narahat bir işim olanda gəlirdim bu qoca anama, bu yataqda olan anama deyirdim ki, Allah məni dua elə, Allah məni bağışlasın. Deyir, anam dua eləyərdi, o dua eləyəndən sonra qəlbimə bir sərinlik gələrdi. Bir aramlıq gələrdi və düşünərdim ki, o Allah ki mən tanıyıram, o aləmlərin Rəbbi olan Allaha ki mənim etiqadım var, o heç vaxtı bu yaşlı ananın duasını geri çevirməz. İçimdə bir toxtaqlıq yaranırdı. Deyir, indi mən ağlayıram ki, elə bir hal olsa, kimə deyəcəm məni dua eləsin, o aramlığa qovuşum. Ona görə hər birimizin bir uşaqlıq duyğusu var. Ananın nəvazişi, nənənin duası, kənd həyatında yaşayanlar, bulaqdan su olsun, köhnə daxma idi, amma onun içərisində bir huzur var idi, bərabərlik var idi. Qohumlar bir-birinə gedirdi, gəlirdi, qonşular salam verirdi. Mənim uşaqlıq illərim yadımdadır. Evdə çörəyimiz olmayanda, onda indiki kimi hər şey ilə pultla, qapı, məsələn, hələ bağlamaqdan əlavə çöldən bir qorumaq üçün dəmirdən bir raşatka və s. edir. Onda belə deyirdi, mənim yadımdadır. Gedərdik qonşumuzdan, tabaqdan çörək götürərdik, qonağımız gələndə, onlar evdə olmasaydı da belə. Amma anamız təndirə çörək yapanda aparıb o qonşudan aldığımız çörəyi verərdi. Yəqin ki, bu xatirələr həm yaşıdlarımın yadında, böyüklərimin ki, hamısının yadındadır da, yəni onu müzakirəsiz. İndi ola bilər o gənc, cavan əzizlərimiz, o yaşı az olanlar bunları görməyib, amma onların da öz xatirələri var. Bir sözlə, insan özünə qaytaran o səs yalnız qəlbin oyanışı ilə olur. O səs insana qəlbi oyananda qayıdır. Elə buna görədir ki, bəzən bir qorxu, bir səs, bir köhnə xatirə
insanı birdən-birə kövrəldir. Görürsən, o yadıva düşəndə bəlkə də bəzilərimiz elə əyləşənlərin arasında danışa-danışa o nostalji hisslər də, xatirələr səni kövrəlməyə vadar edir. Məhz həmin bugün danışacağımız mövzu insanın itirdiyi halına qayıdışıdır. Öz qəlbinin səssizliyini yenidən eşidə bilməsi və Rəbbinə doğru iç yolçuluğuna dəvətdir. Yəni, sanki biz bu xütbəmizdə çalışırıq başlıca özümüzə və sizlərə Allah yolçuluğuna çıxırıq. Bunu biz sözlərdə deyil, bütün ruhumuzla, vücudumuzla. Ona görə bu ayə ilə başladıq ki, Allah Teala buyurur ki, ya Peyğəmbər, insanlara söylə ki, وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ Biz insana şah damarından da yaxınıq. Şah damar, bunun izahı yoxdur da, insanın yaşamı. Şah damar zədələnsə, qanın qarşısını almaq, həyat təhlükəsi və s. Bu ayə insanın unudulmuş bir həqiqətini xatırladır insana. İlk öncə Allah istəyir insana deyə ki, mən səni tək qoymadım. Yəqin ki, həyatımızda şahidi olmuşuq da, o qədər açıq qapılar, ümid bilib qapısına getdiyin qapılar üzvə bağlanıb, Allahdan qabaq onları ümid qapısı bilmirsən, getmirsən. Amma qapı üzvə bağlı olub. Qapılar üzvə açıq bildiyin halda bağlı olub. Allah səni tək qoymadı. Bu ayə ilə onu qeyd etmək istəyir. Sən yolu azson da, çaşson da, səhv getsən də, düz getməsən də, o səni buraxmadı. Görürsən, canı canından, qanı qanından, əti ətindən olan övladın sözüvə baxmayanda, bəzən görürsən, deyirsən, sən adda oğlum yoxdur. Evdən çıx, uzaqlaş və s. Amma 70 il, 80 il yaşayıb Allah görə-görə, o baxa-baxa, biz özümüz bilə-bilə xəta, nöqsan, günahlar etməyimizə rəğmən Allah bizi buraxmadı. Heç vaxtı bir dəfə demədi ki, sən adda mənim bəndəm yoxdur, mənim qapıma gəlmə, dərgahından uzaqlaş. Bir sözlə, sən özünü itirsən belə, o səni itirmədi. Sən ondan uzaqlaşsan belə, o öz yaxınlığından uzaqlaşmadı. Bir kəlməyə bənddir ki, Əstəğfirullah, Rabbi və Tuğbu ileyh. Allah, mən peşman olmuşam, günahımı etiraf edirəm, məni bağışla. Şah damardan yaxın olmaq möhtərəm cəmaatımız, əziz möminlər, səsimi eşidənlər. O deməkdir ki, Allah bizim sözümüzdən əvvəl niyyətimizi, çünki sözdən öncə niyyət gəlir də, niyyət edib sonra sözü deyirsən. Sözümüzdən əvvəl niyyətimizi, niyyətimizdən əvvəl hissimizi, yəni insan öncə o hissiyat duyğusu, 5 hissiyat duyğusu olduğundan niyyətlənir, o fikrə düşür, onu söyləmək qərarına gəlir. Allah bizim sözümüzdən əvvəl niyyətimizi, niyyətimizdən öncə hisslərimizi, hisslərimizdən əvvəl o qəlbimizin titrəyişini hiss edir. Bir sözlə, belə deyək, bu ayə insana güc verir, qüvvət verir ki, sən özü tək hiss eləməyəsən, sən tək deyilsən, yenilməz qüvvət, qüdrət sahibi olan, aləmlərin Rəbbi olan Allah sənin xaliqindir, sənin yanındadır, sənin yardımçındır. Və buradan biz bir mesajı ayədən qısaca əldə edirik ki, sən sussan da belə, amma qəlbinin o pıçıltısını, qəlbinin danışığını səssiz sükut halında qaldığın bir halda Allah onu eşidir. Allah ondan xəbərdardır. Və bir sözlə digər ayət-i şərifədə buyurur ki, İnnəlləhə ya'ləmu ma tuxfis sudur.
o qəlbinizin dərinliyində olan, heç dilinizə gətirmədiyiniz, ifadə etmədiyiniz hər nə varsa, Allah ondan xəbərdardır, ondan məlumatlıdır, onu bilir. Deməli, bu ayədən qısa, net olaraq bunu əldə etdik ki, insan əgər qəlbinə ensə, qəlbinə bu mənada ki, ilahi mərifəti tapması üçün diqqət yetirsə, Allahın orada olduğunu, Allahın insana necə yaxın olduğunu insan dərk edə bilər. Sən əgər axtarmış olsan, həmişə onu tapacaqsan. Çünki özü vəd vermiş, söyləmiş ki, mən sizə sizin şah damarınızdan yaxınam. Deməli, əgər biz onu hiss etmiriksə, deməli, biz onu axtarmırıq. Allaha mərifət yetir. Ayədə Rə'd surəsinin 28-ci ayəsində Uca Rəbbimiz buyurur, Əla bi zikrillahi tətməinnul qulub. Agah olun, xəbərdar olun, bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar, huzura qərq olar, rahatlıq içində olar. Bu ayədən əslində biz bir şeyi anlayırıq ki, insanlar rahatlığı başqa şeylərdə axtarır. Bəziləri evdə axtarır, bəziləri pulda axtarır, bəziləri vəzifədə axtarır, bəziləri şanda, şöhrətdə, telefonda, maşında nə ağla gəlir, sayda hərənin müxtəlif rahatlıq, onu rahatladan nələrsə ola bilər. Amma bəzən görürsən ki, evdə olandan sonra, maşında olandan sonra, işin də qaydasında olandan sonra bəzən rahatlığın olmur. Sanki nəsə çatmır. Yenə nəyinsə axtarışındasan. Bax, həmin an əslində qəlbin o dərinliyindən olan o ilahi fitrətdə Allaha bağlılıq duyğusudur, o hissidir. Çünki qəlb Allahla yaradılıb. Allahsız qəlb necə aram ola bilər? Axı, qəlb yaradılışında Allahla yaradılıb. Amma Allahsız qəlbdə heç vaxtı rahatlıq ola bilməz, toxtaqlıq ola bilməz. Əgər baxmış olsanız, adətən o intihar hadisələrində insanın Allahdan uzaq düşməsi, qəlbinin aram olmaması səbəb olur. Həqiqi huzur qəlbin Allahla danışdığı zaman baş verir. Yəni, əgər sən qəlbin Allahla danışarsa, sükut halında Allahı yad edərsənsə, dilin zikr edərsə, dilin Allahı zikr eləyəndə ürəyində bir titrəyiş baş verərsə, o zaman sən qəlbən Allaha yaxın olursan. İnsan bəzən elə yorulur ki, nə danışmaq, nə izah etmək istəyir. Yəqin ki, bəlkə də aramızda bu situasiyada olan insanlar olub. Və yaxud da ki, çevrəmizdə olanlar. Görürsən, adam narahatdır. İstəyirsən narahatlığının səbəbini biləsən. Deyir, nə danışmaq istəmirəm, məni danışdırma, insanlardan qaçır. Psixoloji belə deyək də, narahatlıq olanda artıq orada özünə qapanma, cəmiyyətdən uzaqlaşma. Sadəcə belə olan anda, əgər sən doğrudan da qəlbən bir dəfə elə Allah, Ya Rəbbəl Aləmin, ilahi demiş olsan və yaxud da ki, Allahın əzəmət və qüdrətini dərk etmiş olsan, sən o düşdüyün vəziyyətdən özün özüyə yardımcı olacaqsan və özün özü oradan çıxarmağa kömək olacaqsan. Çünki Allahsız qəlb, bilirsiniz nəyə bənzəyir, möhtərəm cəmaatımız? İşıqsız bir otağa. Sən otağa hər bəzək vurmusan, amma işığı yoxdur, qaranlıqdır. Otaqda hər nə var, heç nə görünməyəcək. Hər şey varkən
yox kimi nəzərə çarpacaq. Ona görə Allahsız qəlb işıqsız otaq kimidir. Nə qədər bəzəsən də içi həmişə qaranlıqda qalacaq. Zikr əslində ruhun tənəffüsüdür. Aramızda hamımız həm də olsun orta məktəb oxumuşuq, indi aramızda müəllimlər var. Görürsən, o tənəffüs 45 dəqiqədən sonra bir 15 dəqiqə tənəffüs olanda bədənin rahatlığıdırsa, əslində Allahla olmaq ruhun tənəffüsüdür. Çünki ruh mücərrəd varlıqdır. Onu biz maddi bir əşyayla ölçə bilmərik, onu çərçivəyə sala bilmərik. O yalnız Allahla rahatlaşa bilir. Necə fiziki baxımdan yorulanda bədənə istirahət verirsən, bədən rahatlaşır. Ruhun da tənəffüsü, nəfəs alması da tənəffüs ərəb sözüdür. Rahatlaması, nəfəs alması məhz Allah zikri ilə baş verir. Və Peyğəmbər sallallahu məşhur kəlamlarında var ki, Həzrət buyurur: "Mən arafə nəfsəhu fəqad arafə rabbahu." İmam Əli əleyhissalamın da kəlamlarında var. Özünü tanıyan Rəbbini tanıyar. Bilirsinizmi bu məna nəyi kəsb edir? Əslində bu hədis, bu danışacağım xütbənin tam ruhunu izah edir, özəyini, nə demək istədiyimi izah edir. Çünki mövzumuz bizim qəlbin oyanışı, insanın özünü tapmasıdır. İnsan özünü dərk etdikcə, niyə deyir özünü tanıyan Rəbbini tanıyar? İnsan özünü dərk etdikcə acizliyini, ehtiyaclı olduğunu və möhtac bir varlıq olduğunu dərk edir. O təkəbbür insanlar ki var, onlar həqiqətdə özünü dərk eləməyən insanlardır. O gücün ona özü tərəfindən yox, Rəhman və Rəhim olan Xaliq ilə Allah tərəfindən olduğunu dərk etmiş olsa, o əsla mənəm-mənəmlik eləməz. Hər nəyə sahib olursansa ol, sahib olduqların hamısında mən demiş olsan, dərk eləsən ki, mən olaraq kimə məxsusam? Allaha. Özüm məxsusamsa, sahibləndiyim hər şeydə O'nundur. Dərk etmiş olsan, Rəbbinə dönüş edəcəksən, qayıdış edəcəksən. Ona görə özünü unudan Allahını da unudur. Özünü tanımayan Allahını da əsla tanıya bilməz. Bu hədisin əsas xütbəmizdə olan qayəsi, məqsədi budur. İmam Əli əleyhissalamın kəlamlarında var. Həzrət buyurur: "Samaratul aql ət-təfəkkür." Ağlın meyvəsi təfəkkürdür. Yəni insan düşünən varlıqdır. Təfəkkür və tədəbbür əhlidir. Düşünməyən ağıl meyvəsiz ağac kimidir. Məsələn, meyvə verən ağac necə meyvə verməzsə faydası olmaz. Əgər ağıl ola insan təfəkkür eləməyə, düşünməyə, o meyvəsiz ağac kimidir. İnsan təfəkkür etdikcə həm özünü, həm dünyanı, həm də Rəbbini daha aydın şəkildə görə bilir. Tarixdə varımızdır. Biharul Ənvar 41-ci cild 51-ci səhifəsində yazırlar: soyuq bir gecəsi idi. Bir gecə soyuq idi hava. İmam Əli əleyhissalam məsciddən çıxarkən dar küçənin küncündə bir uşağın inilti səsini eşidir. Titrək səslə onun ağlama səsini eşidir. Uşaq ağlaya-ağlaya sanki o külək səsi İmam Əli əleyhissalama yetirir. Atam yoxdur. Bu gecə evdə yeməyə çörəyimiz də yoxdur. Anamsa xəstədir deyə bu sözləri ağlaya-ağlaya Allah heç kimi çarəsiz eləməsin. Yoxsulluqla, fəqirliklə imtihana, sınağa çəkməsin. Xüsusilə Allah körpələrə o körpə yaşında atasızlıq, anasızlıq o çətinliyini yaşatmasın inşallah. Bu sözlərlə ağlaya-ağlaya titrək səslə ki, atam yoxdur, bu gecə
evdə yeməyə çörəyimiz də yoxdur, anamsa xəstədir. Allah, mən nə edim? Bəzən inanın, Allahın razılığı bir körpənin üzündəki təbəssümdədir. Bir yetimin ehtiyacını ödəməkdədir. İmam Əli əleyhissalam gəlir o uşağın yanına, uşağı qucaqlayır, bağrına basır, aparır, isti sobada ona çörək verir və onun ehtiyacını qarşılayır. Uşaq İmam Əli əleyhissalamı tanımır. O yetimlər atası Əli ibn Əbi Talib ağadan soruşur ki, sən kimsən? İmam buyurur ki, mən sənə ata kimi olan Əliyəm. Adım Əlidir. Bu cavab əslində bir dərindən düşünmüş olsaq, təsəlli deyildi. Çünki o yaşında İmam Əli əleyhissalamı tanımırdı. Amma onun təsəllisi ehtiyacının qarşılanması idi. Acılığının aradan getməsi idi. Amma Allahın yetimin qəlbindəki yalvarışa İmam Əli əleyhissalamın bu atdığı addım bir cavab idi. Yəni, o yetim, azyaşlı uşaq Allahdan istəyir, Allah İmam Əli əleyhissalamı bir vasitəçi qoyur. Ona görə biz insanlara mərhəmətlə davranmalıyıq və xüsusilə o körpə uşaqlara. Mən keçən xütbələrin birində qeyd elədim, bir nəfər danışırdı ki, parkdaymış, azyaşlı uşaqlar oynayırmış. Amma bütün uşaqların əlində o şar, o helium qazı ilə olan şarlar vardı. İndi hamının evində körpəsi olanlar bilirlər. Allah olmayanlara o sevinci yaşasın inşallah. Deyir, gördüm, azyaşlı uşaqların əlində bir şar var, hamısının. Amma bir 4-5 yaşında olar bir balaca uşaqdır, kənarda dayanıb onlara baxır, bunun əlində bir şar yoxdur. Deyir, elə mən bilmirəm, bu kimdir, kimin uşağıdır. Amma qəlbimdən də o, bəzən o qəlbin səsi var da, Allah o ilham edir, o fitrətdə olan. Deyir, qəlbimdən keçdi, ürəyimdən gəldi, yaxında satılan yerdən. Gəldim, birini aldım, elə təqdim elədim. Bu da uşaqlara baxır. Gətirdim, ədəblə təqdim elədim. Dedim ki, al, bu sənin üçün. Deyir, bunu alan anda, deyir, o balaca uşaq dedi ki, əmi, sən Allah dostusan. Deyir, bir anlıq qaldım ki, 4-5 yaşında uşaq hara, bu söz hara. Deyir, dedim ki, yox, niyə belə deyirsiniz? Dedi ki, yox, sən Allah dostusan. Deyir, dedim ki, hardan bu qənaətə gəldin də, nədən bildin? Bunu niyə deyirsən, bu fikri sözü? Deyir, axı, mən şar istəməyimi Allahdan başqa kiməsə deməmişdim axı. Deyir, elə az öncə uşaqlar oynayanda mənim də qəlbimdən keçdi ki, dedim, kaş atam sağ olaydı, mənə də şar alaydı. Mən bu sözü Allahdan başqa heç kimə deməmişəm. Amma sən gətirib şarı mənə təqdim etdin, əminəm ki, sən Allah dostusan. Çünki mənim o sözümü Allah sənin qəlbinə saldı. Bir balaca uşaq, bir hadisə, amma gör nə qədər insanı Allaha dönüşə səbəb olan, qayıdışına səbəb olan bir hadisədir. Ona görə İmam Əli əleyhissalamın bu hadisəsindən bizə olan ibrət əslində bir yetimin duası bir məhəlləni sirkələyəcək gücə malikdir. Bir qəlbi oyadan, bir qəlbdə titrəyişə səbəb olan gücə malikdir. Uca Rəbbimizin orada o uşağın səsini, onun ahını İmam Əli əleyhissalama çatdırması bu Rəbbimizin bir qüdrətidir, bir əzəmətidir. Bir sözün həqiqi mənasında bəndəsinə bir qayğısının, lütfünün, kərəminin göstəricisidir. Ona görə əslində insanın ruhu
çox böyükdür. Çünki və nəfəxtu fihi min ruhi. Allah buyurur ki, mən insanı Həzrət Adəmi yaradanda deyir, ruhumdan üfürdüm. Ona görə insanın ruhunu maddə ilə ölçə bilmərik. Maddə ilə ölçüyə, qəlbə, çərçivəyə sığacaq bir şey deyil. Ona görə bizim klassiklərimizdə baxsaq bir zamanlar İmadəddin Nəsimini bu şeirinə görə indi bizim vaxtımız o qədər deyil ki, hamısını deyək. Amma məhz elə bu şeirinə görə onu Allahsız damğası ilə Allaha qarşı çıxmış kimi təqdim edirdilər. Amma zaman keçir ki, adam irfani nöqteyi nəzərdən Allaha olan o yüksək mərifətini dilə gətirib. Mərifətini. Elə bir bənd deyəcəm, bir beyt şeirindən çoxlarımızın orta məktəb vaxtı əzbər bildiyimiz, bəlkə hələ də yadımızda qalan. Məndə sığar iki cahan məşhurdur da. Bəziləri sığar ikən deyir, bəzən məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn-ü məkanə sığmazam. Bir elə bu bəndi üzərində dayanacam. Əgər baxmış olsaq, deyir, məndə sığar iki cahan. Yəni, əslində iki cahan həm bu dünyaya, həm də axirətə işarətdir. Yəni, insan ruhu həm bu dünyanı, həm də axirəti dərk edəcək. Məndə sığar iki cahan. Yəni, həm bu dünyada insan yaşayır, fizioloji cəhətdən torpağa tapşırılsaq da, amma 70 il, 80 il, 90 il yaşadığımız müddətdə axı ruh da bu dünyada yaşayır. Deməli, insan ruhu həm bu dünyanı, həm də axirəti dərk edəcək. Və əslində ikinci hissəsində buyurur, mən bu cahana sığmazam. Yəni, bədən olaraq, fizikal olaraq, mən bu cahana sığmazam. Yəni, dünya əslində insana dar gəlir. Görürsən, insan bir yerə gəlir, çatır, haradasa hiss eləyir ki, mən bu yerə aid deyiləm, mən bura üçün xəlq olmamışam. Çünki ruh ilahi nəfəsdir. Həzrət Adəmi yaradanda Allah buyurdu, nəfəxtu fihi min ruhi ayət-i şərifədir. Mən ruhumdan üfürdüm. Yəni, insanda Allah nəfəsi, ruhu var deyə dünyaya sığmaz. Çünki dünya ona dar gələcək. Dünya onun ölçüsündə deyil. İnsanın dəyəri, sadə belə deyək də, bu maddiyyata sığmır. O səbəbdən deyir ki, məndə sığar iki cahan, mən bu cahana sığmazam. Yəni, mən bu dünya üçün yaranmamışam. Mən bu dünyada yerləşəcək ruha sahib deyiləm. Gövhər ilə məkan mənəm, la inkardır, ərəb dilini bilən qardaşlarım var. Yəni, məkanı olmayan gövhər. Gövhər, ərəblər cövhər deyil. Bizim dildə də, fars dilində də gövhərdir. Qiymətli, daş, qaş, əntiq, çox dəyərli bir şey. Deyir ki, gövhər ilə məkan mənəm. Yəni, məkanı olmayan gövhər. Bəzən burada Nəsimini bu beytinə görə, yəni sanki laməkan Allahdır, amma bu özünə laməkan nisbəti verib deyə onu kafir, müşrik, mülhid, dindən çıxmış kimi qələbə verdilər. Amma gövhər laməkan mənəm, yəni insan ruhu zaman, məkan tanımır. Çünki ruh mücərrəd varlıqdır. Onun zaman, məkan məhdudiyyəti yoxdur. Gövhər məkan mənəm, yəni mənim ruhum nə zamana, nə məkana sığmaz bir varlıqdır. Nə zaman tanıyar, nə məkan tanıyar. Ruhun kökü burada əslində Allah qatındadır, Allahdandır deyə izah etməyə çalışır. Kövni məkana sığmazam, yəni bu varlıq aləminə mənim ruhum sığmaz. Mən bundan böyük yerlərə, daha uca yerlərə üçün yaranmışam deyə. Yəni, bu nöqteyi nəzərdən bu beytdə sanki bunu nəticə almaq olar ki, insan uca varlıqdır, gərək özünü ucuz satmasın. Ucuz şeylərə görə gərək özü satmayasan. Bir beyt də Məhəmməd Füzulidən deyim, klassiklərimizdən, bu da
çoxlarımızın dillər əzbəridir, amma mövzumuza aid olduğuna görə klassiklərimizdən bir neçə nümunəni qeyd etməyi özümə borc bildim. Məhəmməd Füzulinin məşhur beytlərindəndir. Məni candan usandırdı. Çoxlarımızın dilində əzbərdir. Cəfadan yar usanmazmı? Fələklər yandı ahımdan, muradım şəm'i yanmazmı? Əgər baxmış olsaq, məni candan usandırdı. Məni candan usandırdı. Yəni əslində dərd insanı yorur. Qəm, qüssə, kədər insanın o narahatlığına səbəb olur. Məni candan usandırdı. Candan usandırdı. Yəni dərd insanı yorur, amma onun ruhunu oyadır. Böyük insanlar hadisələri sinə gələrək, səbri ilə, əzmi ilə, böyük iradəsi ilə böyük ruha sahiblənirlər. Görürsən, tutumu az olan insan bəzi situasiyaya emosional reaksiya verir, amma ruhu dərin, zəngin olan insanlar hadisəni yatırtmağa, olan hadisədə təmkini ilə, səbri ilə, yaşı ilə, təcrübəsi ilə ora töhfə verir. Deməli, dərd, bəla insanı yorar, amma insanın ruhunu oyadar. Bəzən insan elə sıxılır ki, sanki canından bezir. Məni candan usandırdı. O dərd, qəm, bəla məni candan elədi. Yəni, hətta canından, özündən bəzən bezirsən. Cəfadan yar usanmazmı? Yəni, burada sanki Allahın rəhməti əsla yorulmaz. Deyir, düzdür, mən bəladan, dərddən, qəmdən, qüssədən yorula bilərəm. Amma bu tərəfdən köklənir Allahın rəhmətinə ki, cəfadan yar usanmazmı? Hətta dəfələrlə insanı bağışlamasına, mərhəmət hissi ilə davranmasına, fələklər yandı ahımdan. Bu, o mənadadır ki, bir məzlumun ahı, haqsız yerə birinə zülm edilsə, onun ahı göyləri belə titrədər. Göyləri lərziyə gətirəcək gücə malikdir, qüvvətə malikdir. Fələklər yandı ahımdan. Əgər sən haqsız yerə zülmə məruz qalsın, çəkərsən, sənin o ahın fələkləri titrədər. Səmaya gedən əslində səmimi bir ilahi rəhməti insana cəlb eləyər. Niyə görə o məzlumun yanında və yaxud da haqla ol, haqq səni qoruyar ifadəsində muradım şəm'i yanmazmı? Əslində murad çağırışdır, istəyə qovuşmaqdır. Deyir, bu qədər qəm, dərd, bəla ki məni sıxır, mən yoruluram, hətta canımdan olmağa gəlib çatmışam. Deyir, muradın şəm'i yanmazmı? Yəni Allah məni cavabsız qoyarmı? Mən ki bu qədər ahla onu çağırıram, ahım fələkləri ki gətirərəm. Deyir, indi ilahi, bu qədər ki mən səni çağırdım, sən məni indi cavabsız qoyacaqsanmı? Yəni, sanki bu beytində ruhun o dərinliyi baxımından Allahla danışır, həmsöhbət olur. O səbəbdən bizim doğrudan da mərhum Nizami Gəncəvinin bu beytini izah etməyə biraz vaxtımız azdır deyə elə oxuyub keçəcəm izahın, elə qısaca da hər kəsə bəlli olar. Mərhum Nizami Gəncəvinin, Şeyx Nizaminin də şeirlərində var. Mövzumuz qəlbin oyanışı insanın özünü tanımasıdır deyə deyir, özünü bilməyən insan, sözünü bilməyən insan özünü bilməz ey can, xitab eləyir, müxatəbi insanın özüdür. Deyir, sözünü bilməyən insan özünü bilməz ey can, özünü tanımayan kəs həqiqətdən qalar yaman. Bu nöqteyi nəzərdən bizim özümüzü tanımaq Rəbbimizə dönüşümüzdür, qayıdışımızdır və nəticə etibarı ilə sözümü sonlandırım. Hətta dahilərin, bu qərb alimlərinin də məhz elə insanın ruhu ilə bağlı,
ruhun oyanışı ilə Rəbbinə dönüş, qayıdış barəsində fikirləri var. Bu yol əslində qəlbin oyanış yoludur. Biz ruhən Rəbbimizə müsafir olduqda, o yolculuğa başladıqda bizim qəlbimiz oyanır. Əslində bu oyanış üçün Allahı zikr etmək, Allahı xatırlatmaq bizim ən ümdə vəzifəmizdir. Hətta o qərb məşhur alimlərindən Aristotelin əsərlərində keçir. Deyir, insanın özünü tanıması, insan özünü tanıdıqca həqiqətləri tapır. Həqiqətlər də Allaha gedən, istiqamətlənən yoldur. Əgər insan özünü tapmış olsa, o yolda özünü doğrultmuş olsa, həqiqətləri tapa bilər. Əslində bizim uşaqlıq məsələsi ki, sözümün əvvəlində qeyd etdim, ona qayıdıram. İçimizdə bir saf duyğu var. Amma zaman keçdikcə biz o saflığı əlimizdən vermişik. Uşaq vaxtı görürsən, uşaq, o deyirlər, el məsəli var dilimizdə, uşaq sözün düzün danışar. Çünki onun fitrəti pakdır. Onu Allah müqəddəs yaradıb. Amma böyüdükdə görsən, yavaş-yavaş ya böyüklərin, ya cəmiyyətin səhvləri uşağa sirayət edir. Yalan öyrənir, uğurluq öyrənir, başqa-başqa. Bəzən əgər evdən başlasa, valideyn elə uşağı yalan danışmağa vadar eləsə, onun fitrətinin korlanmasında atanın, ananın da payı var. Həmişə elə mühitin üstünə atmaq olmaz. Ata evdəykən bir evi gələndə getdi, ata evdə yoxdur, uşağı ilə uşaq vaxtdan o yalanı təlqin eləyirsə, uşaq üçün ata kumirdir. Atada olan gözəlliyi insan istəyir özündə tətbiq eləsin. Ailədə olan o xoşbəxtliyi insan istəyir. Məsələn, baxsaq, cəmiyyətimizdə baş verən bu hadisələrə, cəmiyyətdə, ürfdə adi qarşılanmayan bir ailədə adi qarşılanıbsa, psixoloji cəhətdən onunla barışıbsa, cəmiyyətdə həmin o ailədən çıxan üçün o adiləşəcək. Çünki o yalanı orada adi görüb. Məsələn, ata-anaya hörmətsizliyi o adi görüb, onun üçün adiləşəcək. Ona görə Viktor Hugo'nun belə bir yanaşması var. Bir uşaqlıq insanın ən təmiz yurdudur. Bu cürdür. Hətta bu günlər müasir psixologiyada bəzi xəstəliklərin müalicəsi uşaqkən yaşadığınız yerlərdədir. Aparırsan, check-up müayinə, başdan ayağa müayinə edirsən, aparatda heç bir şey göstərmir. Amma adam deyir, narahatam. Baxırlar, bütün orqanları müayinə edirlər, analiz, müayinə nəticəsində adamda narahat bir şey yoxdur. Amma adam deyir, axı mən narahatam, siz məni başa düşmürsünüz, mən gərginəm, narahatam. Və burada sonda onu uşaqlıq illərində harda olubsa, ora aparmağı tövsiyə edirlər. Oranın özündə ruhun bir huzuru var. Çünki ən saf duyğular uşaqlıq çağına təsadüf edir. Deyir, uşaqlıq insanın ən təmiz yurdudur. Kim oradan uzaq düşsə, özündən uzaq düşər. Yəni, saflıqdan, fitrətdən insan kənarlaşdıqca çirkaba batır. O səbəbdən möhtərəm cəmaatımız bizim bugünkü qeyd etdiyim kimi ayət-i şərifənin ətrafında danışdıq ki, Allah Teala buyurur, mən sizə, yəni sən bəndəmə, sənin şah damarından da yaxınam. Bu o mənadadır ki, əslində Allah hər zaman bizimlədir, Allah hər zaman bizim yanımızdadır, bizi tək buraxmayıb. Nəticə olaraq bizim qəlbimizə qayıdışımız, qəlbimizə enişimiz, qəlbimizə baxışımız mütləqdir. Bugün biz doğru bir yolculuğa bu xütbəmizlə səfər etdik. Bu mənada ki, qəlb oyananda əslində insanın dünyaya baxışı dəyişir, insanın içi zənginləşir, iç dünyası zənginləşir, gözəlləşir
və nəticədə zənginləşmə ilə, o özünü tanıması ilə Rəbbinə dönüş, qayıdış və Rəbbini tanıması təmin olunur. O səbəbdən gəlin biz də bu cümə Allahla öz aramızda özümüzü tanıyanlardan, qəlbimizin qapısını yenidən açaraq zikri dilimizdə əzbər edənlərdən və Allahı daima yad edib qəlbini huzura qərq edən bəndələrdən olaq inşallah. Allah cümləmizi qəlbi oyanıb Rəbbinə qayıdış edənlərdən, qəlbi oyanıb özünü tapan bəndələrdən qərar versin inşallah. Allahım, qəlbimizi kin və nifrətdən təmiz etginən. Dilimizi daima səni zikr etməklə şirinləşdirginən. Allahım, ömrümüzə, ailəmizə, qazancımıza, balalarımıza, doğmalarımıza, ümumən istəyənlərimizə bərəkətli ömür, bərəkətli ruzi nəsib etginən. Allahım, yolumuzu daima öz nurunla işıqlandırginən. Allahım, nəfsimizi islah etginən. Əqlimizlə nəfsimizin müharibəsində əqlimizi nəfsimizə hakim və qalib qərar verginən. Allahım, axirətimizi Qur'an, iman nuru ilə nurlandırginən. Zamanə imamımızın zuhurunu tezləşdirginən. O Həzrətin gəlişi ilə qəlbimizi, dünyamızı nura qərq etginən. Allahım, ömrümüz vəfa qılarsa, onun zuhurunda bizi həqiqi, layiqli iştirakçılardan qərar verginən. Əgər ömrümüz vəfa qılmazsa, bu yaşadığımız ömürdə o Həzrətin gəlişi və zuhuru üçün üzərimizə düşən, boynumuzda olan işləri, vəzifələri tam, dürüst yerinə yetirənlərdən qərar verginən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə 3 ucalı Muhammədi səlavat zikr elər.